Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Böyrəklərə ziyan olan 5 səhər vərdişi zamanla böyrəklərinizi tükəndirən 5 səhər vərdişi. 1. Səhər su içməmək bədən gecə biraz susuzlaşır. Oyandıqdan sonra ilk içki olaraq qəhvə və ya çay qəbul etmək böyrəklərin daha çox işləməsinə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, günə bir stəkan su ilə başlamaq toksinləri təmizləməyə kömək edir və böyrəklərin filtrasiya funksiyasını dəstəkləyir. 2. Sidiyi tutmaq səhər sidiyin gecikdirilməsi həm sidik kisəsinə, həm də böyrəklərə təzyiq göstərə bilər. Sidiyi uzun müddət saxlamaq qan təzyiqini artıra bilər. Mütəxəssislər vurğulayırlar ki, oyanan kimi sidik kisəsini boşaltmaq böyrək sağlamlığı üçün vacibdir. 3. Ağrıkəsici qəbulu səhər acqarnı ağrıkəsicilər, xüsusən də ibuprofen kimi qeyri-steroid iltihab əleyhinə dərmanlar qəbul etmək böyrəklərə əlavə yük yarada bilər. 4. Məşqdən sonra maye içməmək səhər məşqləri sağlam olsa da, tərlə itirilən mayələrin yerini doldurmamaq böyrəklərə yük yarada bilər. Məşqdən sonra natrium və karbohidratlar ehtiva edən içkilərin adi suya nisbətən daha təsirli rehidratasiya təmin etdiyini müəyyən etdi. 5. Səhər yeməyini yeməmək vaxtınıza qənaət etmək üçün səhər yeməyini yeməmək uzun müddətdə böyrək funksiyasına təsir göstərə bilər. Səhər yeməyini yeməyən insanlar günün sonlarında duzlu və emal olunmuş qidalara meyilli olurlar.